Trump, Truth Social platformasında özünü papa kimi göstərən süni intellektlə yaradılmış bir şəkil paylaşdı. Şəkildə o, ağ papal libasında qızıl xaç taxaraq və xeyir dua verirmiş kimi görünür. Bu paylaşım, Papa Fransisk'in 21 Aprel tarixində vəfat etməsindən sonra keçiriləcək papal konklavadan bir neçə gün əvvəl baş verdi. Bu paylaşımın ardından Trump jurnalistlərə verdiyi açıqlamada papa olmaq istərdim. Bu mənim bir nömrəli seçimim olardı deyərək bu istəyini ifadə etdi. O, həmçinin New York arxiyepiskopu Kardinal Timothy Dolan'ı potensial papa namizədi kimi təriflədi. Trump'ın bu hərəkəti katolik liderlər və ictimaiyyət tərəfindən tənqid edildi. Xüsusilə New York Katolik Konfransı və bir sıra İtalyan media orqanları bu paylaşımı hörmətsizlik və uyğun olmayan bir addım kimi qiymətləndirdilər. Trump'ın katolik olmaması və bu cür bir vəzifəyə uyğun olmaması da vurğulandı. Bəzi Trump tərəfdarları isə bu paylaşımı yumoristik və siyasi trolluq kimi müdafiə etdilər.